Əsas mövzumuz təbii ki, aprobasiya imtahanı daha doğrusu olsa da bura qədər olan bir məsafədə kimlərə, hara müraciət etmək lazımdır? Bunlara da bir toxunmaq istəyirəm. Bununla da ümumi bir fikir oluşturmuş olaraq deyə düşünürəm. NRV-də bizim müraciət etməli olduğumuz qurum, daha doğrusu bütün NRV əyaləti üzrə aprobasiyadan verilməsi üçün zuständig olan qurum bu Bezirksregierungsmünsterdir. Bezirksregierungsmünster fərqi yoxdur. Hansı ölkədən gəlirsən, hansı ölkədə oxumusan, Almaniyada oxuyan tələbələrdə, xaricin tələbələr, gələn tələbələrdə axır əvvəl aprobasiyanın verilməsi üçün bu quruma müraciət etmək lazımdır. Ona görə də düşünürəm ki, bilmək vacibdir ki, biz ən birinci niyyətləndik, okey, getmək istəyirik. Biz burada işləmək, çalışmaq istəyirik, həkim fəaliyyəti etmək istəyirik, kimə müraciət edirik? Bu quruma. Bu qurum dediyim kimi ancaq aprobasiyanın verilməsi bir çox vəzifələri var. Bunlardan da yalnızca biri aprobasiyanın verilməsidir. Bu o demək ki, biz bütün sənədlərimizi, bütün lazımlı sənədlərimizi, hər şeyi bu quruma göndərməliyik. Burada bütün bu proseslər baş verir, sənədlər yoxlanılır və s. və ilaxır. Ondan sonra onlar bizə geri dönüş eləyirlər. Deyirlər ki, sən Azərbaycandan gəlmişsən, sənə FSB imtahan vermək lazımdır, sənə aprobasiya imtahan vermək lazımdır. Bu imtahanların verilməsi üçün artıq bizi yönləndirirlər bu ESTKAMER dediyimiz yerə. ESTKAMER MLB-də başqa əyalətlərdən fərqli olaraq iki dənədir. Biri Münster dediyimiz yer, yəni Westfalen-Libbe'dir. İkincisi Nordrhein, ESTKAMER Nordrhein, bu da Düsseldorf'dadır. Yəni Münster, Düsseldorf adlar buradan gəlir. El arasındakı Münster'də imtahan vermək, yoxsa Düsseldorf'da imtahan vermək. Təbii ki, maraqlıdır ki, biz hansı sənədlər lazımdır, hansı yollar keçmək lazımdır. Çox sadə axtarış yerinə Bezirksregierung Münster aprobasiyon yazmaq kifayət edir ki, biz bu ən birinci burada işarələnmiş linkə gəlib çıxaq. Bu linkin üzərinə basdıqdan sonra həqiqətən də bütün mərhələləri çox ətraflı bir şəkildə görmək olur. Orada gəlib çıxırıq biz bu yerə, aprobasiyon yazılan yerə. Burada biz Azərbaycan, yəni üçüncü dövlətlərdən olanlar üçün olan hissəyə basandan sonra böyük bir siyahı açılır. Hansında ki, sənəd siyahısı çıxır. Hansılar ki, biz təşkil etməliyik. Ondan sonra bizim bu peşəyə başlamağımız üçün burada lazım olan sənədlərdir. Orada təbii ki, demək olar ki, bütün əyalətlərdə olduğu kimi klassik sənədlər, diplom əlavəsi, dil sertifikatı və s. və ilaxır. Ən çox maraqlı olan yəqin ki, odur ki, nə lazımdır bizə? Bəzi landlarda heç nə lazımdır, bəzilərində lazımdır. İş icazəsi, bəzilərində hospitasyon və s. və ilaxır. NRV-də bu üç dənə yazılandan biri olmağı şərtdir. Ya işə qəbul barədə sənəd, ya harasa NRV daxilinə daha doğrusu aməldən olmaqla, yəni qeydiyyata düşməklə bağlı olan sənəd, ya da ki, üçüncü bir sənəd isə hospitasyon, yəni praktika etməklə bağlı bir sənəd. 14 gündən az olmayaraq. Bu üç dənədən birini biz əgər doldura biliriksə və də təbii ki, universitet qutarı diplomu əldə edə bilmişiksə, aprobasiyanın verilməsi üçün bu quruma müraciət edə bilərik artıq. Lazım olan sənədləri biz topladıq, göndəririk hamısını post vasitəsilə bu quruma. Ondan sonra yoxlamalardan sonra bizə bunlar email vasitəsilə geri dönüş edirlər, deyirlər ki, okey, sənədlər hamısı qaydasındadır, sənə filan imtahanlar vermək lazımdır, ya deyirlər, hər hansı bir sənəd çatışmır, bunu da göndər və ya hər hansı sənəddə problem var və s. və ilaxır. Bizə geri dönüşü bu qurum eləyir. Nəzərə alsaq ki, bütün hər şeyimiz qaydasındadır, bütün sənədlərimiz yerindədir, biz həkim kimi işləməyə uyğunuq. Təbii ki, Azərbaycanda universitet qutaran biri üçün ən birinci şərt odur ki, tibbi dil imtahanı, bizim Fachsprache FSB dediyimiz imtahanı verməkdir. Ona görə birinci bu barədə dönüş edirlər ki, okey, sən birinci dil imtahanı verməlisən. İkinci məsələ isə təbii ki, aprobasiya imtahanı və son zamanlarda biraz da aktuallaşmış Gutachten dediyimiz məsələ. Yəni ki, bizim
dərs saatlarımızı, fənləri filan bunlar hamısına baxırlar. Ondan sonra deyirlər ki, sənin studium, yəni Alman ali təhsilinə, tibb təhsilinə təbii ki, uyğundurmu, uyğun deyilmi? Əgər uyğundursa, sənə aprobasiya, daha doğrusu Kenntnisprüfung olmadan direkt aprobasyon verirlər, hansı ki bizim universitetdə təəssüf ki alınmır. Ona görə bu Verfahren təəssüf ki bizim üçün yəni düşür. Amma son zamanlar bir problem çıxıb ki, tez-tez məndə də olmuşdu ki, biz bunu əsaslandırmalıyıq. Nəyə görə biz ümumiyyətlə bu taxtın məsələsinə girmək istəmirik. O böyük tərcümə prosesləri, yoxlanma prosesləri, minlərlə avro pul, bunu nəyə görə eləmək istəmirsən, bunu əsaslandırmalısan. Əsaslı səbəb də bizdən asılı olmayan bir səbəb olmalıdır. Yəni orada demək olmaz ki, pulum yoxdur, demək olmaz ki, istəmirəm, vaxtım yoxdur və s. Biraz əsaslandırmaq lazımdır. Hansı ki yazanda ki, mənim universitetimdə belə bir şey yoxdur və s. və ilaxır, bu sənədləri almaq mənim üçün mümkün deyil. Universitetdən asılı olan səbəblərə görə bəs eləyir əslində bu cavablar bəs eləyir ki, desinlər, okey, səndə alınmır, direkt gəl imtahan ver. Okey, mövzudan biraz uzaqlaşdıq. Bəli, dil imtahanı, ondan sonra tibbi imtahan, Kenntnisprüfung. Bu ikisini bizə Betrix regionu təbii ki tələb eləyir və bizi yönləndirir. Buna uyğun olaraq bizim ETSKM dediyimiz bu həkimlər idarəsi olan yerə. Yaşadığımız yerdən asılı olaraq, daha doğrusu işimizin olduğu yerdən ya ammelden olduğumuz yerdən ya hospitasyamız olduğu yerdən asılı olaraq bu Betrix region bizi ya Düsseldorf'a ya da ki Münsterə ötürür. Onlara xəbər verir ki, belə bir adam var, imtahan verməlidir. Birinci təbii ki FSP imtahanı. Ondan sonra bu qurumlardan ikisindən biri bizə geri dönüş eləyir. Biz də onların tarixi danışmalıyıq, pullarını ödəməliyik və s. və nə vaxtsa da gedib imtahanı bu yerdə veririk ya da bu yerdə. Bunlar da öz növbəsində təzədən o baş quruma, Betrix deyirlər ki, o adam gəldi, imtahan verdi, keçdi ya keçmədi və s. Bunların vəzifəsi burada sadəcə imtahan götürməkdir. Başqa bir vəzifələri yoxdur. Həmçə də maraqlıdır ki, bəs hansı şəhərdə olsam, Düsseldorfa düşərəm, hansında olsam, Münsterə düşərəm. NRV-nin çox böyük hissəsi Münsterə baxır. Onlardan xırda bir hissəsi Kreisel, Rheinland. Burada yazılan şəhərlər üçün Düsseldorfdakı SKM Nordrhein Zuständigdir, yəni onlar üçündür. Bu şəhərlərdən hər hansı birində olsa işləriniz, yəni Düsseldorfda FSB imtahan verəcəksiniz, böyük ehtimalla o birilərdə olanda Münsterdə. Amma aprobasiya imtahanı üçün bir mərkəz var, daha doğrusu bir dənə yer var, o da Münster, Erçəkamər Münsterdir. İkinci bir yer yoxdur, o demək ki, bütün imtahanlar Münsterdə olur. Bütün aprobasiya imtahanları. Əsas mövzumuz aprobasiya. Necə hazırlaşmaq lazımdır, hansı fənlər soruşulur və s. və ilaxır. Sürətli bir şəkildə burada üstündən keçək. Birincisi, FSB imtahanı verdik, işləməyə başladıq. Yəni, ümumiyyətlə başlamadıq imtahana, aprobasiya imtahanına, Kenntnisprüfunga anmelden olduq. Rəsmi dəvət 4, 5, 6 həftə əvvəlcə gəlir. Yəni ki, o vaxta qədər heç bir rəsmi dəvət gəlmir. Amma yaxşı tərəfi odur ki, imtahana ammelden olan kimi bizdən imtahana nə vaxt vermək istədiyimizlə bağlı bir sual soruşulur. Yəni, soruşurlar, nə vaxt vermək istəyirsən? Mən də deyirsən, 3 ay sonra, 5 ay sonra, 1 il sonra və də termini həqiqətən də ona uyğun verirlər. Ona görə də termin istədiyimiz vaxtda özümüzü uyğunlaşdıranda elə imtahan vaxtda ondan üst-üstə düşür. İkinci məsələ, imtahanın komissiyası deyə bir şey yoxdur, imtahanı kimlər götürəcək deyə bir şey yoxdur. Yəni ki, imtahana bizi çağıranda demirlər ki, səndən imtahanı kim götürəcək? Uzun sözün qısası Prüfing Komissiyonu əvvəlcədən demirlər. Ümumiyyətlə belə bir anlayış yoxdur orada. Ki, Prüfing Komissiyonu kimdir? Çox vaxt imtahana gedəndə orada belə kart çəkmə olur, təsadüfən düşür. Ona görə də əvvəlcədən paylaşılma deyə bir şey yoxdur. Ona görə də hansı protokol, hansı Prüfing Komissiyona aiddir və s. və ilaxır belə şeylərdə çəklik yoxdur. İmtahan bir çox yerlərdə olduğu kimi, mən bildiyim qədərilə
Burada da 3 hissədən ibarətdir. Birinci hissə 30 dəqiqə anamnez, körperliche Untersuchung. Burada yazmışım ki, gegebenenfalls praktische Fähigkeiten. Hazırlıq məsələsi birinci tail üçün fikirləşirəm ki, işləyən kolleqalar üçün bir xüsusi hazırlığa ehtiyac yoxdur. Elə işdə elədiyimiz kimi xəstədə necə anamnez edilir, xəstə hansı şikayətlər gəlirsə, şikayətlərə yönümlü anamnez. Ən birinci təbii ki, şikayətlərə yönümlü müayinə xəstənin. Ə, Bu mərhələ üçün mən hazırlaşmamışdım. Çox güman ki, işləyən kolleqalar, klinik sahədə təcrübəsi olan kolleqalar üçün çox da hazırlaşmağa da ehtiyac yoxdur. Praktik qayıtlara çox xırda şeylər aiddir. Təzyiq ölçmədir, su qanqleqen eləməkdir, nəsə yara tikmək, belə çox xırda şeylər, hansıların ki, heç bir çox güman ki, imtahanın nəticəsi üçün heç bir əhəmiyyəti yoxdur. Ümumilikdə birinci hissə 30 dəqiqədir, 30 dəqiqə tam bəs eləyir. İkinci hissə və də çox güman ki, ən asan hissə dokumentasiyadır. Dokumentasiyada 30 dəqiqə davam edir. Hansı ki, bu hissə üçün çox düzgün. Dokumentasiya aiddir. Qısa bir Arztbrief, orada var anamneze, Untersuchungsbefund var. Orada var ümumi aid olan şeyler, alerjiyaları, ekran konu medikament olsa var. Bildiğimiz yani her zaman için dokumentasiya. Bu hissəyə də hazırlaşmağa fikirləşirəm ki, işləyən insanlarda heç bir ehtiyac yoxdur. Mən də bu hissəyə heç hazırlaşmamışdım, direkt getmişdim. Yani dokumentasyon qutardı, başqa bir şey yoxdur. Burada 30 dəqiqə çox artırılmasından bəhs edir. Ən vacib, çox güman ki, hissə və də imtahan nəticəsindən ən böyük rol oynayan hissə, söz yox, iki hissə də vacibdir. Amma çox güman ki, ən vacibi üçüncü hissədir, hansında ki, birinci biz xəstəmizi forş eləməliyik, ondan sonra isə prüferlərdən çoxlu suallar bizə gəlir. Üçüncü hissədə təxminən 30-60 dəqiqə arası davam edir və də bizim özümüzü göstərmək üçün axırıncı 60-90 dəqiqə deyə bilərəm. Pasientin Vorstellung qada bilmirəm, hazırlaşmağa ehtiyac var, yoxsa yoxdur. Orada danışırıq, xəstə gəldi filan şikayətlərlə, filan, müayinədə filan şeylər görüldü və s. və ilə axır mənim fəraq diaqnozum budur, terapim bu olar. Bildiğimiz pasientin Vorstellung hər zaman kimi teori hissəni təbii ki, hazırlaşmalı lazım olan hissə. Bu hissədə 3 dənə sahə olur. Digər plantlardan fərqli olaraq burada üçüncü fakt diye bir şey yoxdur. Yəni sürpriz fən yoxsa nə bilim bilinməyən fən belə bir şey yoxdur. Burada bütün fənlər bilinir əvvəlcədən. Birinci hissə, üçüncü hissənin birinci hissəsi inner medisindir ya da cərrahiyyə yerlərə aid dəyişiklik ola bilər. Inner medisin bildiğimiz standart. İnnerin burada yazdığım sahələr düşür ən çox. Və imtahan gedişatı vaxtı yanında bir böyük monitor olur. Orada hər dəqiqə bir röntgen bil çıxa bilər, EKG çıxa bilər. Burada yazdığım şeylərdən biri orada çıxa bilər və bizdən soruşula bilər ki, bu şəkildə nə görürsən və s. və ilə axır bunu interpretasiya elə. Medisin şəkayətə yazmışam burada. Mənə məsələn dializ aparatının şəkli düşmüşdü. Bu nədir, necə işləyir, hansı prinsiplə və s. və ilə axır nə vaxt istifadə olunur. Yəni hər an bir oradan şəkil çıxır, EKG 100% çıxır, ən azı bir dənə, 2 dənə, 3 dənə çıxıqda olur. Soruşurlar EKG-ni interpretasiya ilə və s. İnnerə dair çox vacibdir. Hazırlıq məsələsinə ən axırda toxunacağım, necə hazırlaşmaq daha məqsədə uyğun olur. İkinci hissə cərrahiyyədir. Cərrahiyyə burada ümumi cərrahiyyədən söhbət gedir. Yəni hər şey var cərrahiyyədə, algemein viscera. Toraks xirurgiyadan da, kefes xirurgiyadan da təbii ki, suallar ola bilər. 100% sual olur, həmişə 10% xirurgiyadan, ortopedidən. Bu hissənin gedişatı boyunca təbii ki, yenə də şəkillər çıxır ekranda, qırıqlar, sınıqlar və sonografidən olan şəkillər çıxır, hansılar ki, biz biraz danışmalıyıq, biz orada nə görürük, təxmini vəziyyət necədir və s. və ilə axır. Burada yəqin ki, imtahan hazırlığı üçün daha çətin olan hissə anatomiyadır, hansını ki, adam bilmir,
anatomiyanın harasına baxım, tabii böyük bir sahə. Anatomiyadan ən çox olur ətrafların, oynaqların anatomiyası, onların sinir, damar innervasiyası. Amma təxmin etmək biraz çətindir. Ona görə də ümumi bir bütün anatomiya haqqında bir bilginin olması təbii ki, burada çox vacibdir. Mənə məsələn, Schilddrüsenin anatomiyasından, fiziologiyasından, hətta embriyologiyasından belə suallar olmuşdu. Yəni burada demək olmaz ki, hansı hissəni oxuyum, hansını oxumayım. Ümumi bütün anatomiyadan bilmək burada təbii ki, vacib bir roldur. Üçüncü hissə, üçüncü fən. Üçüncü fən diye bir şey yoxdur dediyim kimi. Üçüncü ümumi tipdir. Orada yəni insan ağlına gələ bilən hər şey soruşulur. Radiologiyadan tutmuş, farmakologiyaya qədər, algemen medisindən, notval medisinə və 100% soruşulanlardan biri Strahlenschus'dur. Yəni radioaktiv şüalardan qorunma, xəstəxanada necə təşkil olunmalıdır, həkim nələrə diqqət etməlidir. Bir də Rechts medicin, hansı ki çox aktiv düşür, aktiv soruşulur. Mən özümün istifadə elədiyimdən deyim ki, 90%, 80%-dən daha çox ehtiyac olan məlumatların hamısını Ambosdan oxumuşam mən. Ambos yəqin ki, hamıya məlumdur. Ambos əslində ümumiyyətlə imtahana hazırlaşmaq üçün kifayət eləyir. Bütün e, bura düşən mövzuları əhatə eləyir. Orada M2, also M3 modul diye bir modul var. Yani üçüncü ştat eksamen e, hansı ki bizim bu akrobasiya imtahanına paralel nəzərdə tutulan imtahan. Ona görə Ambos'un M3 modulunu bütün oxuyub qurtarmışıqsa, imtahanın teori hissəsinin ən azı 70% demək olar ki, hazırdır. Təbii ki, əlavə mövzular var, hansılar ki, o modulda yoxdur. Onları hardan tapmaq olar? Mən onları protokolları oxuya-oxuya öyrənmişdim. Protokol standart protokollar yoxdur, amma ki insanların imtahana girib çıxıb yazdığı təcrübələr var. Hər bir yerdə yazıb WhatsApp qrupları, Telegram qrupları, Facebook və s. belə axır. Hər bir yerdə öz təcrübəsini paylaşıb. Mən də Telegramda bir qrupdan böyle mesajları oxuya-oxuya orada təxmin nələr soruşulur, nələr soruşulmur deyə baxmışdım və bu moduldan kənar olan mövzuları yenidən gedib Ambosdan oxumuşdum. Yəni Ambos böyük həcmdə bəs eləyir. Təbii ki, insan vaxtı varsa, hansılar ki, mən də biraz oxuya bilmişdim. Falboxlar çox yararlıdır, yaxşı filmdən edirəm mən də demişkən. Hansında ki, həm danışıq cəhətdən, həm tibbi dili adam daha yaxşı öyrənir. Ondan əlavə bu tərəfə gələndə farmakologiya üçün yenə də Ambos oxumuşdum daha əvvəllər. İmtahan üçün isə Last Minute Farmakoloji diye bir kitab var, çox məşhur. Onu hazırlaşmışdım. Bildgebende Fefar röntgendi və s. və ilaxır. Bunları internetdən, YouTube'dan belə mənbələr bəs eləmişdi. Burada əsas məsələ baxıb patologiyanı başa düşmək yoxdur. Əsas bir röntgen bildi, yaxşı befund denilmək deyim. Strukturlu röntgen olsun, EKG olsun, onun strukturlu başdan ayağa bütün hissələrine toxunaraq befunden eləyib, axırda patolojik olan bir yerə çıxmaqdır. Yəni əsas istədikləri şey budur. Baxan kimi orada diaqnoz demək istəmirlər. Deyəndə də onsuz da deyirlər ki, yox bu sayılmır. Başdan aşağı danışamsın ki, orada nə görsün. Notval medicin üçün Ambos bəs eləyir. Əslində notval medicində da standart şeylər var. Bir 6-7 dənə mövzu var. Onları soruşurlar həmişə. Hansıların ki, protokolları oxuduqca bilmək olur hansılardır. Onlar da müxtəlif mənbələrdən oxuyub hazırlaşmaq. Bu sahələrdə təbii ki, biraz
Strengdilər bu almanlar demiş, yəni Nofo medisində bütün dərmanların dozasını, aralığını, hansı aralıqla nə vaxt vermək lazımdır, dəqiq cavablar istəyirlər. Ümumilikdə üçüncü hissədə 60-90 dəqiqə davam edir. Hər prüfer üçün 20-30 dəqiqə ayrılıb. Bütün bu hayhaşır qutarandan sonra deyirlər, çox sağ ol, 5 dəqiqə gözləyə bilərsən. İndi imtahan nəticəsini açıqlayacaq. İmtahan nəticəsi 3 dənə imtahan nəticəsi ala bilərik imtahan sonunda. Bunlardan birincisi təbii ki, hamının da istədiyi 5 dənə, yəni imtahan keçdik. O zaman yaşıl bir vərəq verirlər ki, təbrik edirik, imtahan keçmisən. İkincisi sarıdır. Sarı o demək ki, imtahanı keçmədin, müəyyən çatışmazlıqlar var. Bəzən paylaşırlar, nə idi çatışmazlıqlar, bəzən paylaşmırlar. Amma insan yəqin ki, öz-özündən başa düşür, nə də səhv olur. Üçüncü isə çox-çox zelten olan qırmızı vərəqdir. Qırmızı vərəq gəlirsə, əgər ki, çox qrup səhvlər eləmişiksə, müəyyən situasiyalarda çox yanlış qərarlar vermişiksə, uzun sözün qısası imtahan çox pis keçibsə, müəyyən vaxtlarda qırmızı vərəqdə verdikləri olub. Qırmızı vərəqdə odur ki, bizim indiyənə qədər işləyə bildiyimiz bu Berufsverz labini də əlimizdən alırlar və qərar verirlər ki, bizim işləməyimiz artıq bu gündən etibarən təhlükəlidir. Ona görə də təzədən imtahan vermək lazımdır. Bəzən isə daha da pis nəticələnə bilər, hətta ümumiyyətlə imtahan qoymaya bilərlər. Yəni ki, imtahanı çox pis hazırlaşmışıqsa, demək olmaz ki, gedim uzaq başı keçmərəm. Ondan sonra imtahanı vaxtını dəyişmək və imtahana getməmək bəlkə daha yaxşı olar, nəinki çox-çox pis hazırlaşmaq.